Что сделай? Mən hazıram. Saçım belə arxaya yığdım kaksikdə. Çantamda reginslərdə aldığım bir də bu kurtçuka. Üzərinə bir dənə kurtka giyinəcəm. Aylin də hazırdı. Bəlkə saçını yığmışdım. Götürüb hamısını açmışdım. Səhər yeməklərimiz mənim. Boşqabım və Aylinkanın. Mütləq onu da yumurta qaynadıram. Özümə qaynadanda zeytun vermədim. Zaten yemir. Bunları da yeməyəcək. Biraz xiyardan qoydum. Holland pendiri və ağ pendir. Biz də gərək yeyək. Bizə nuş olsun. Yeni həftəmiz başladı. Menümüz də belə görsənir. İtimizi Aylin gəzdirir. Точнее, it Aylin'i gezdirir. А? Нравится? Страшно? Bu da eşelənir. Neyinir orada? Alışverişten geldik. Gəlin size göstərim ne aldık. Nipuna girmişdik. Kitapçasını da götürdüm ki baxım ne var ne yok. Bir dənə iceberg götürdüm. Lazımdı mənə. Sonra bu pergament. Hamısından ne kadar ödedik? 1 manat 33 qəpik ama burada başka şeyler de var. Sonra ağuşa. Alim burada ağlayır. Gəlin mən bunun soklarını göstərim sizə. Azıdan götürmüşəm. Şekersizlər. Verim Aylinə ki ağlamasın. Ağuşanın belə bir tvaroqunu tapdım. Maraqlı gəldi mənə. Malina və plambir. İkinə belə götürdüm. File götürdüm. Filenin qiyməti də ki 3.59, 370 qram. Belə maraqlı mayonez tapdım. Sarımsaqlı ki toyuğu marinad eləmək üçün. Burada həm ədviyyatlıdır, həm sarımsaqlı. Belə bir ketçup şaşlıçni. Bunu da pripravalar üçün götürdüm ki ədviyyatlamaq üçün toyuğu məncə dadlı olar. Bunu da yoldaşım özünə götürüb Heinz'ın acı sosu. Mirçi babaya girmişdik. Bilirəm ki isot orada var idi. 1 manat 38 qəpik. Kısacası orada ədviyyatlar da ucuz idi. Katan toxumu da elə bu paçkadaydı 37 qəpik. Bundan götürdük. Başka pendir çeşitləri də vardı. Yəqin gələn səfər başka bir şey götürərik. Pişiyimiz üçün yemək. Bunu yoldaşım özünə götürüb. Bunları da salfetləri götürdüm ki sabah itlə gedirik qaynanam gilə. Orada heç olmasa silin. Məsəl batırsa bir yeri. Bir də Mia üçün belə şeylər götürürük aptekdən. 10 ədəd olur burada plyonkalar. Kısacası bizde ilk plyonkalara gelir, rahatdır. Mirçi babada gördüm bulgur köftəri lazım idi mənə. Orada biraz daha bahaydı. Burada ise 910 gramdı, yani paşti 1 kilogramdı. 1 manat 99 qəpiyə. Belə. Bundan götürdüm. Kilosu da 2 manat 19 qəpiyədir. Çiğ köftə eləyəcəm. Ve böyle bir pasta götürdüm. Biber pastası. Azerbaycan istehsalı. Yazılıb ki 100% naturaldır. Bilmirəm doğrudan naturaldır ya yok. Böyle okudum. Tərkibini. Başka pastalara baxanda yani məncə eyni olur. Ama bu da lazımdır mənə. Həm toyuğu ədviyyatlamaq üçün, həm çiğ köftəyə gedəcək. Bu pastadan quracağım. 2 dənə də pirçatçıqa götürdüm ki əlim batmasın. Özüm üçün Lady Charm'dan alt götürdüm. Lafinlerdi. Bir de Katon'dan üst tapdım. İndirimdeydi. Ama bunu ancak sabah üzerinde göreceksiniz. Buradaki evvel kıymeti 60 manatıydı, 29.99. Yani 30 manat. Salam əzizlərim, necəsiz? Biraz yoxa çıxmış kimi oldum, bilirəm. Amma bunun üçün çox gözəl bir səbəbim var idi. Yoldaşım düz 7 gün evdə idi və biz bu günləri tamamilə ailə ilə birlikdə keçirdik. Açığı desəm, bu vaxtların hər anından zövq almaq istədim və biraz sosial şəbəkələrdən uzaq qaldım. 2-3 gün qalmışdıq qaynanamgildə və sonra isə 14 fevral gəldi və hər şey biraz daha sürətli keçməyə başladı. Günlər o qədər tez keçdi ki, sanki başım fırlandı. Əslində
gün də vlog hazır idi. Sadəcə səsləndirmə qalmışdı. Amma bilirsiniz ki, bəzən səsləndirmək ən çətin hissi olur. Bunun üçün sakitlik, enerji və doğru hal lazımdır mənə. İndi yenidən buradayam, yenidən sizinləyəm və açığı sizinlə danışmaq üçün çox darıxmışdım. Bugün sadəcə sizinlə biraz söhbət eləmək istəyirəm. Ürəkdən səmimi bir söhbətimiz olacaq qabaqda. Çünki orada hazırlaşma videom var. Ona görə videoya tam baxın və kim abunə deyilsə, abunə olun, like qoymamısınızsa onu da unutmayın. Mən isə burada sizinlə danışa-danışa çiğ köftə eləyirdim. Deyim ki, birinci dəfə də eləyirəm. Yoldaşım və mən çiğ köftəni çox sevirik. Ona görə istədim ki, mən evdə özüm hazır eləyim. Bilmirəm, daha yaxşı çıxdı, yaxşı çıxmadı. Deyəsən, nəyisə səhv elədim, ola bilər. Ümumiyyətcə, mən hansısa bir resepti paylaşanda öyrətmirəm heç kəsi. Öz elədiyim kimi bişirirəm və sizlərlə bölüşürəm. Bircə sonra yadıma düşdü ki, göyərti qatmadım. Amma mən o həmin reseptdə görmədim ki, göyərti qatsınlar. Bilmirəm, əslində göyərti qatırlar ya yox. Mən göyərtisiz yemişdim. Pəhrizdəsizsə, məncə bu diyet mövzularınıza yanaşacaq. Onu da ki, yemək olar hardasa 1-2-3 ədəd. Mən elədim, 1-2-3 ədəd yedim. Hal-hazırdakı çəkim 63.5-dir. 71-lə başlamışdım, kim bilmirsə və artıq 63-ə gəldim, düşdüm. Hədəfim bilmirəm hansı kilodur, amma uyğun olan mən güzgüdə özümə uyğun görsəm, məsələn, xoşuma gəlsə, bəyənsəm, onda o kiloda qalacam. Onsuz da özümü elə də bəyənirəm. Sadəcə hamiləlikdə çox kilo almışdım deyə çox yemək yeyirdim. Hamiləlikdən qabaq qızlar mən 55 kiloydum. Düzdür, hər şey yeyirdim, sağlam qidalanmırdım, amma yenə də formadaydım. Hamiləlik məni çox şişirtdi. Bilmirəm, ya çox yeyirdim, ya nədənsə. Onda hamilə olanda heç vecimə də deyildi ki, artıq çəkim var. Əsas mənim üçün uşaq sağlam olmalı idi. Və asta-asta qızlarım öz diyetologumdan, siz də istəsəz, mən burada qeyd edəcəm səhifəni. Girib diyetologdan siz də yazışa bilərsiniz. İstəsəz siz də qoşulun, arıqlayın. Ona görə yaya fit girək. Hamımız bir yerdə. Əslində sizə demişdim ki, neçə dəfə ki, ayrı vlog çəkəcəm, amma hələ ki canlarım alınmır. Çünki bir neçə işlərim var evdə, onları həll edim sonra. Burada isə yoldaşımla qeybət edirdik. Məncə kim qeybəti eləməyi xoşlamır. Mən çox xoşduram. Burada yoldaşıma bir hadisəni danışırdım. Nəysə, biraz qeybət elədik. Keçək əsas mövzuya. Düşünürəm ki, bunu çox qadın hiss edib, amma bəlkə də hər zaman dilə gətirməyib. Münasibətin əvvəlində hər şey fərqli olur. Diqqət çox olur, mesajlar çox olur. Səni görmək istəyir, səninlə danışmaq istəyir, sənin səsini eşitmək istəyir. Sən özünü çox dəyərli hiss edirsən və hiss edirsən ki, kimsə səni itirməkdən qorxur. Amma zaman keçir və bir gün baxırsan ki, artıq əvvəlki kimi deyil. Bunu mən özüm yaşamışam qızlar. Ona görə sizlərlə biraz paylaşmaq istədim. Mesajlar azalır, söhbətlər azalır, diqqət azalır və qadın bunu hiss edir. Kişilər məncə elə də fərqində olmurlar, amma qadın bunu həmişə hiss edir. Bəzən qadın heç nə demir, susur, amma içində suallar başlayır. Mən dəyişdim, mən əvvəlki kimi deyiləm, yoxsa o artıq əvvəlki kimi hiss eləmir. Amma əslində çox vaxt problem qadında olmur. Problem odur ki, insanlar artıq öyrəşir. İnsan əldə etdiyini adi qəbul etməyə başlayır. Əvvəllər itirməkdən qorxduğu insan artıq həmişə yanındadır deyə sanki qorxu azalır. Amma bir şey unutmaq olmaz ki, hər bir qadın diqqət istəyir. Bu zəiflik deyil, bu normaldır. Qadın bahalı hədiyyələri istəmir. Qadın sadəcə hiss etmək istəyir ki, o hələ də sevilir, hələ də seçilir və hələ də önəmlidir. Bəzən sadə bir salam, ürəyim necəsin sözü belə qadının bütün gününü dəyişə bilər. Kişilər bunu başa düşmür. Bəzən sadə bir baxış, sadə bir qayğı kifayətdir. Mən düşünürəm ki, xoşbəxt ailələrin sirri ideal olmaq deyil. Çünki ideal insan yoxdur. Mənim fikrimcə heç kəs ideal deyil. Hamımızın səhvləri var, hamımız yoruluruq və hamımızın çətin günləri də olur. Xoşbəxt ailələrdə bir şey fərqli olur. Onlar bir-birindən vazgeçmir. Onlar bir-birini adi qəbul etmirlər. Onlar bir-birinə diqqət göstərməyə davam edirlər. Sevgi yalnız münasibətin əvvəlində olmamalıdır. Sevgi zaman keçdikcə bitməməlidir. Əsl sevgi zaman keçdikcə daha sakit olur, amma daha dərin olur. Məncə adi bir gündə səbəbsiz diqqət göstərməkdir. Lakin və çünki münasibət bir dəfə qurulan bir şey deyil. Münasibət hər gün yenidən qurulur. Hər gün yenidən seçilir və mən düşünürəm ki, qadın üçün ən önəmli şey özünü hələ də seçilmiş hiss etməkdir. Dəyərli və hələ də sevilən hiss
hiss etməkdir. Çünki qadın hər şeyə dözə bilər, amma özünü dəyərsiz hiss edirsə, onda dözmək çox çətindir. Bəzən kişilər düşünür ki, hər şey normaldır, çünki qadın heç nə demir, amma qadın susanda bu o demək deyil ki, hər şey qaydasındadır. Bəzən bu qadının sadəcə yorulduğunu göstərir. Məncə xoşbəxt münasibətin sirri böyük şeylərdə deyil, kiçik şeylərdədir, kiçik diqqətdədir və qayğıda, həm sözlərdə. Çünki bəzən xanımlar xoşbəxt olmaq üçün çox şey lazım deyil. Sadəcə əvvəlki kimi hiss etmək kifayətdir. Bu hadisəni mən ümumiyyətcə özüm yaşamışam. Fikirləşirdim ki, yoldaşım mənə qayğı göstərmir. Ümumiyyətcə mənim yoldaşım romantik deyil, amma mən çox romantikəm. Siz bunu görməsəz də, çünki bəzi şeyləri kameraya çəkmirəm. Yəni nə mənada, yəni harasa gedəndə yoldaşımla istirahət eləyəndə o şeyləri çəkmirəm. Ümumiyyətcə məndə elə şey yoxdur ki, məsəl üçün göstərim ki, ay baxın mənə nələr alıb, ay baxın mənim üçün nələr eləyir. Məncə fikirləşirəm ki, bu xoşbəxtçilik adamın içində olmalıdır. Mən belə deyə bilərəm. Məsəl üçün mən nəsə xoşuma gəlmirsə, yoldaşım onu eləyirsə, mən yoldaşımla başlayıram danışmağa. O da mənə həmçinin başlayırıq ki, bu problemi həll eləyək. Çünki mənim əvvəllər yoldaşımla tanış olanda çox qəribə həssiyyətim var idi. Məsələn, deyim necə, nəsə xoşuma gəlmirdi, onda biz sevgili idik, götürüb onu bloka atırdım. Və sizə deyim ki, qızlar, heç nə keçmədi, həssiyyətim elə də qalıb. Yəni, dava eləsək belə, mənim ərim belə olsa, evə gəlsə belə, onu bloka atıram. Fakt eyni evdə yaşayırıq, amma blokda olmalıdır. O da mənə zəng eləyir, açmıram, yenidən mesaj göndərir ki, blokdan çıxart. Ümumiyyətcə, mən fikrimcə, bir insanı seçiriksə, bu insanla bütün yolumuz gedəcək, düz qocalana kimi. Bilmirəm, o günləri biz görəcəyik ya yox. Hər birimiz bu qocaldığı hissləri, yəni adam qocalanda nələr hiss edir. İnşallah ki, hamımız bu yaşa çatıb bu gözəl günləri görə bilərik. Ona görə xanımlar, sevin, sevilin və öz dəyərinizi bilin. Həm ailəyə də biraz motivasiya olacağam. Ümumiyyətcə, ailənin özünə ər seçəndə istəyirəm ki, biraz diqqətli seçsin. Çünki bu insanla siz qocalana kimi yol gedəcəksiniz. Bir Allah bilir, yəni boşansaz, bir yerdə qalsaz onu heç kim bilə bilməz. Ona görə seçimimizi düzgün eləməliyik. Sizdə necədir yoldaşımla? Biz ayda 3-4 dəfə dava eləyirik, bir-birimizi qırırıq, sonra yenidən barışırıq. Bir qorxu gəlirəm ona ki, yəni çox dalaşanda, məsələ nəsə ürəyimcə olmayanda, belə də dalaşırıq, gedirik boşanmağa. Bunu 1-2 dəfə demişəm qıstaçı. Belə baxmayın ki, mən xoşbəxt, gülərüz insanam. İçimdə bir aqressiv insanda yaşayır. Mən hazıram. Saçım belə arxaya yığdım kaksikdə. Çantamda leginslərdə aldığım bir də bu kurtçuka. Üzərinə bir dənə kurtka giyinəcəm. Aylin də hazırdı. Bəyək saçını yığmışdım. Götürüb hamısını açmışdım. Bu da Aylin. Kindirmişəm onu belə. Miyamız da hazırdır. Oturub konteynerində. Aylin də onu çıxartmaq istəyir. Miya! Lina. Mia. Bol sevinclidir. Çox yer var burada qaçmağa. Bu da недовольный yoldaşım. Sosunu götürməmişəm. Ağlayır. А где есть? Мама, я сам разберусь. Что скажу? Соус мне. Угу, сейчас. Привет, сделай. Aylin də gəlib yenə buraları dağıdır. Görünür. Aylin, на место положи. Aylin. Evdən çıxanda da plyonçkalar yaddan çıxıb. Yaxşı ki, birini götürmüşdüm. İndi bilmirəm yoldaşım qeyb alacaq plyonçkalarını ya yox. Görün hara çıxır. Nizya qızım bulacaq. Yaxşı ki, bunu görmədim. Bu arada yadınızdan çıxmasın like qoymağa, video bəyənməyə.
abunə olmağa mütləq. Dinozavrımıza baxın. Sizə demişdim ki, dinozavr da saxlamaq istirdim. Obşim, buradan da mənə görə bilərsiniz. Markete gəldik. Alinə markete gəlmək. Nə? Только дома, хорошо? Alim bunu istəyirdi. Marketdə alış-veriş edirik. Keyfi qalxdı, görürsünüz? Все, да, bəsdir də, это купили. Keyfi qalxmaya alışırız. Atamız gedib pendir almağa, biz də gedirik chips götürməyə. Все, çıxdıq. Alış-verişimizi də elədik. Gedirik evə. Hay, я здесь. Akşam masamızı belə düzəltdim. Bir dənə salatikdir, bir dənə də kebab düzəldirlər orada. Və bunları belə doğradım, sadə, ailəvi yemək. Sizcə kim oxuruyub? Lan deyirdim ki, Mia oxuruyub, mən ailəni yatışdırana kimi. Kim eləyim bunu? Qaynanam gilə gəldik, qızlar, gördünüz özünüzdə və dedim ki, yoldaşıma bir dənə qəşəng ciabatta çörəyini hazırlamaq istəyirəm ki, səhər oyananda mən artıq onu sobaya qoyum, bişsin. Buradan da heç nə bişirmədim. Dedim ki, sizlərlə paylaşım, resepti də sizlərlə paylaşacağım. Amma ciabatta alınmadı, təndir çörəyi alındı. Bu dəfə unu az elədim, fikirləşdim ki, daha çox alınacaq, heç kim yeməyəcək, qalacaq. Çünki onları keçən dəfə mən ciabatta bişirəndə sizlərlə paylaşmışdım. Onlar biraz çox alınmışdı, iri idi deyəsən. Bunlar isə 4 ədəd alındı. 3-4 dəfə həmiri biraz yoğurdum, yəni altdan qaldırdım. 2 dəfə sağdan sola gətirdim və qoydum onu bütün gecəyə. Bütün gecə qalmışdı soyuducuda. Həmir fermentasiya olunmuşdu. Və ondan sonra onu səhər bişirdim. Onu da oje gələn vloqda görəcəksiniz. Necə bişirdim, necə alındı. Ona görə gələn vloqu da qaçırmayın. Çalışacağım ki, bu həftə alındırım ki, o da çıxsın. Onları da səsləndirəcəm. Ümumiyyətcə, indidən deyim ki, bu kadrlar 14 fevraldan qabaq çəkilib və 7 gün ərzində 3 günü biz qaynanamgildə qaldıq. 3 gecə yəni. Pişiyimizi evdə saxladıq, özümüzlə Miyana apardıq. Pişiyə də ki, hər evin küncündə yemək qoymuşdum. Ümumiyyətcə, mən hər dəfə belə deyirəm. Hər dəfə 3-4 qap yemək qoyuram və 3-4 qap su. Həm evdə kameramız da var, ona görə heç narahat deyiləm. O ümumiyyətcə öyrəşib evdə tək qalmağa. Kimlər soruşurdu ki, bəs siz gedəndə pişiyiniz harda qalır? Evdə. Yəni, narahat olmayın canlarım. Hər şey yaxşıdır, qaydasındadır. Mən nəzarət edirəm. Miyamız da artıq bizə öyrəşib. Papam da xoşuna gəlmədi ki, it saxlayıram. Başda demək ki, it nəyə lazımdır, nə bilim nə. Mən də dedim ki, istəyirdim və aldım. Hər dəfə eyni kommentləri görəndə biraz əsəb keçirdirəm. Artıq cavab vermirəm heç bir kommentariyada ki, harada yazılar ki, evinizə mələk girməyəcək, bir şey saxlamayın, xəstəlikdir, it xəstəlikdir. Nəysə, bunları heç səsləndirməyi də istəmirəm. Ona görə belə tip kommentləri siləcəm sadəcə. Sonra, belə həyatımızda yeniliklər yoxdur. Sadəcə mənim bir ürəyimdə fikrim var. Ona görə həm də indi biraz başım qarışıqdır. İstəyirəm ki, Alinkaya otaq düzəldək yoldaşımla. Asta-asta başlayıram yoldaşımı qızışdırmağa ki, gəl biraz remont eləyək. Remont necə? Yəni, o birisi otaq, biz qaldığımız otaq. Orada aboylar biraz xoşa gəlməyən rəngdədir. Bəlkə görmürsünüz o otağımızı. Belə biraz qarışıq aboylar da istəyirəm, onları söktürək və Alinkaya uyğun rəng seçək. Onun otağında həmin rəng olsun. Yəni də gözəl şəkil tapmışam Pinterestdən. İnşallah ki, mən istədiklərimi alındırım və sizlərlə mütləq hər birini paylaşacağam. Nələr alacağıq, nələr sifariş verəcəm. Çünki artıq asta-asta başlayıram hər saytlarda baxmağa, qiymətləri müqayisə eləməyə, harda yaxşıdır, hardan nə ala bilərik. Allah yoldaşıma çoxlu pul yetirsin ki, istədiyimi həyata keçirə bilsin. Ümumiyyətcə, biz qadınlar çox şey istəmirik. Sadəcə istəyirik ki, hər şey ürəyimizcə olsun. Sizə də çoxlu pullar yetirsin və bizə də, əziz izləyicilərim. Mən sizlərlə göz sağlaşırdım. Çıxdım Miya ilə gəzməyə. Nətər qaçır. Alin də yatıb. Obşim, indi doğrudan da sizlərlə sağollaşıram. Bir dənə gedim, çatım baxım. İtim hardadır. Mia. Mia.